Salam, hər vaxtınız xeyir olsun. Bugün çox ləzzətli, ətli, xəmirli yemək resepti bölüşürəm. Yeməyi hazırlamaq üçün öncəliklə şüyüd doğrayıram. Onun üzərinə duz, şüyüdü əlavə edib qarışdırıram. Üzərinə soyuq su əlavə edib xəmir hazırlayıram. Xəmir hazır olduqdan sonra paketə büküb 20 dəqiqə gözlədirəm. Digər tərəfdə 1 ədəd soğan, 1 ədəd də yer kökünü doğrayıram. Yeməyi hazırlayacağım qazana kərə yağı əlavə edib yer kökü ilə soğanı qızardıram. Yer kökü ilə soğan qızardıqdan sonra üzərinə 3 xörək qaşığı da pomidor sosu əlavə edib qarışdırıram. Üzərinə 1 ədəd böyük kub şəklində doğradığım kartofu əlavə edib ət suyu əlavə edirəm. Qarışdırıb qapaqla ağzını örtüb bunları 10 dəqiqə bişirirəm. Toyuq ətindən istifadə edirəm. Toyuq ətini ət maşınının xırda gözündən keçirdikdən sonra üzərinə zövqə görə duz, qara istot əlavə edib qarışdırıb hazır edirəm. Kündəni də 20 dəqiqə dinləndirdikdən sonra unlayıb yayıram. Xəmiri bu böyüklükdə yaydıqdan sonra üzərinə hazırladığım toyuq ətini əlavə edib əti xəmirin hər tərəfinə yayıram. Hazır olduqdan sonra 2 hissəyə ayırıram və rulet şəklində bükürəm. Xəmirin kənarını bərkidirəm. Xəmir biraz qalın olduğu üçün yayıb uzadıram nazik olsun. Bu cür hazır olduqdan sonra 2 barmaq böyüklüyündə dilimlərə ayırıram. Xəmir də hazırdır. Kartofu da 10 dəqiqə bişirdim. Üzərinə zövqə görə duz da əlavə edib xəmirə əlavə edirəm. Qarışdırıram. Qaynara düşdükdən sonra 8-10 dəqiqə bişirirəm. Yemək bişdi artıq. Hazır olduqdan sonra üzərinə də göyərti səpirəm. İnanın ki, çox ləzzətli, sulu xəmir yeməyi alınır. Soyuq havalarda siz də hazırlayın. Dadını çox bəyənəcəksiniz. Hazırlanmağı da çox asandır. Ləzzəti isə möhtəşəmdir. Bəyəndinizsə hazırlayıb yoxlayın. Yeni videolarda görüşənədək sağ olun.